Hər evə niyə gec gəlir və qazandığı pulu niyə gizli xərcləyir? Bir çox ailələr üçün bu məsələ ciddi bir problemdir. Bu problemlər çox zaman ailədaxili münasibətlərin pisləşməsinə, dava-dalaşa və hətta boşanmaya səbəb olur. Bunun baş verməməsi üçün problemi ətraflı araşdırmaq, səbəblərini anlamaq lazımdır. Birinci səbəb psixoloji səbəbdir. Əgər kişi evdə psixoloji rahatlıq tapa bilmirsə, ailədəki davamlı sıxıntılar, münaqişələr, anlaşılmazlıq, davamlı şikayətlər onun evdən uzaqlaşmasına gətirib çıxarır. Nəticədə kişi rahatlıq və sakitlik axtarmaq üçün başqa məkanlara üz tutur. Dostlarının yanında daha çox vaxt keçirməyə başlayır. Özünü işinə, başqa qadınlara, hətta bəzən zərərli vərdişlərə yönəldir. İkinci səbəb özünü təsdiq etmək və müstəqilliyi nümayiş etdirmək istəyidir. Bəzən kişilər evdə özlərini həddindən artıq sanki küncə sıxılmış və nəzarət altında hiss edir. Bu da onların sərbəstlik duyğusunun itirməsinə səbəb olur. Bu hissi bərpa etmək üçün onlar qazandıqları pulları gizli şəkildə xərcləyərək özlərinə şəxsi bir sahə yaratmağa çalışırlar. Bunun bu şəkildə xərclənməsi onların özlərinə qarşı hörmətlərini bərpa etmək cəhdindən başqa bir şey deyil. Üçüncü səbəb isə energetik və parapsixoloji amillərdir. Kişi və qadın arasındakı energetik balansın pozulması, mənfi enerjilərin təsiri və cütlüklər arasında yaranan enerji boşluqları kişilərin ailədən uzaqlaşmasına səbəb ola bilər. Belə hallarda kişi özünü ailədən uzaqlaşmış, soyuq və yad hiss edə bilər. Bu da evə gec gəlməklə, məsuliyyətdən qaçmaqla və pulu gizli xərcləməklə özünü göstərir. Bəs belə vəziyyətlərdə nə etmək lazımdır? Problemi birlikdə həll etmək üçün hər iki tərəf öz hisslərini, narahatlıqlarını açıq və səmimi şəkildə ifadə etməlidir. Burada ən vacib məsələ qarşılıqlı anlayışa əsaslanan dialoq qurmaqdır. Ev şəraitində sevgi, anlayış və qarşılıqlı hörmətin hakim olması çox vacibdir. Kişinin evdə özünü rahat və xoşbəxt hiss etməsi üçün səmimi və sevgi dolu mühitin formalaşması mütləqdir. Ev hər kəs üçün rahatlıq məkanı olmalıdır. Evdə müsbət enerjinin dövranı təmin olunmalıdır ki, ailə üzvləri özlərini rahat və təhlükəsiz hiss edə bilsinlər. Bunun üçün evdə namaz qılmaq, zikr etmək və mənfi enerji qaynaqlarından uzaq durmaq lazımdır. Mənfi enerji qaynaqları kimi içki, qumar, siqaret, narkotik, söyüş söyməkdən kənar durulmalıdır. Son olaraq, əgər ailədaxili münasibətləri düzəltmək və energetik balansı təmin etməkdə çətinlik çəkirsinizsə, peşəkar psixoloji və parapsixoloji yoga mütəxəssislərindən yardım almağı nəzərdən keçirmək çox faydalı olar. Unutmayın, hər bir ailə münasibəti dəyərlidir və qorunmağa layiqdir. Gecələr uzanır, bir xəyal qalıb səndən mənə. Niyə üz çevirirsən, niyə baxmırsan yenə? Uçurumun astanasındayıq, dağılmasın evimiz. Gəl yenidən isidək, sönməsin sevgimiz. Əgər bu video sizin üçün faydalı oldusa, kanalımıza abunə olun, videonu bəyənin və fikirlərinizi şərh bölməsində bölüşün. Sevgi və sağlıqla qalın.